Qızlar, indi mən sizə ərimdən niyə boşanmıram, onun haqqında danışacağam. Mən səndən niyə boşanmıram, bilirsən? Niyə? Çünki mən səndən getsəm, Hı. onda sən çox xoşbəxt olacaqsan. Artıq dəyişdi. Bax, mən səndən getsəm, sən xoşbəxt olacaqsan və mənə borclu qalacaqsan. Və mən istəmirəm sən mənə borclu qalasan. Vay dədəm, vay. Ay Allah, civabam be. İkincini demək istəyirəm. İkincini demək istəyirəm. Xeyr, maraqlı nəsə. Baxma. Baxmıram. Mənsiz çox pul olacaq və mən bunu dözə bilmərəm ki, Aha. mən getsəm sənin mənsiz çox pulun olsun. Çünki Mən niyə? şərəf ala bilərsən, hə? Çünki niyə? Çünki mən sənin pul yığmaqla və sənin işləməyinə motivasiya verirəm, dəstək oluram. Mən getsəm bunları eləyə bilməyəcəksən və sən çoxlu pullar Sağ ol. Sağ ol, hörmətli ol. sonra. Yazmısan, hə, ciddi. Yazmışam. Baxma. Hə, sonra. Mən səni heç vaxt buraxmayacağam. Aha. Çünki mən səni buraxsam, sənin həyatın sakit və çox səmərəli, çox səbirli olacaq. Amma mən sənin həyatına rəng qatdığım üçün və mən sənin həyatında əyləncə olduğum üçün istəmirəm. Əyləncə! Allah səni saxlasın. Mən siz Çox sağ xoşbəxt ol. olmağı istəmədiyim üçün. Wow. Həm də mən sənə səbir öyrətmişəm də. Mən ona səbir öyrətmişəm ki, o səbirli olsun, yaxşı olsun. Mən getsəm bunları sən kim öyrədəcək? Heç kim. Həyat mənə heç nə öyrətməyib. Və sonuncu demək Aha. istəyirəm ki, sonuncu da onu demək istəyirəm ki, mən özümü qəribə görə fəda eləyirəm. Aha. Başqa da heç nə. Sən doğrudan bu qədər əziyyət çəkirsən mənə görə. Mən sənə çox Mən heç əziyyət nə çəkirəm. nəzərə almazdım. Vallahi, gəl maç edeyim. Səni çox sevirəm. Çox sağ ol. Çox sağ ol. Hər şeyə görə çox sağ ol.